Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 9-cu paragraf, yəni sənayenin vəziyyəti və kənd təsərrüfatı. Bakı 20-ci əsrin əvvəllərində bilirik ki, Rusiyanın, eləcə də bütün dünyanın neft mərkəzinə çevrilmişdi. 1900-1903-cü illərdə bilirsiniz də, iqtisadi böhran baş vermişdi. Bu böhran da Azərbaycanın neft sənayesinin bütün sahələrinə, eyni zamanda dağ mədən sənayesinə mənfi təsir göstərmişdi. Xırda və orta müəssisələrdə iflasa uğrayıb, bunun nəticəsində də neft sənayesində istehsalın təmərküzləşməsi, yəni istehsalın iri müəssisələrdə cəmləməsi prosesi sürətləndirir. Neftin çıxarılması, daşınması, emalı ancaq bir neçə insan əlində cəmləşmişdi artıq. Neft sənayesində durğunluğun səbəbləri də, yəni burada yeni geoloji kəşf işlərinin aparılmamasıdır, sonra qabaqsız texnologiyalardan zəif istifadə edir, neftin az hissəsinin elektrik enerjisinə çıxarılması, böyük hissəsinin köhnə buxar mühərrikləri ilə çıxarılması idi. Sonra neftin elə emalı da köhnə üsullarla aparılırdı. Sonra sahibkarlar süni şəkildə yəni qiymət artımı edirdilər. Bunun üçün də istehsalı süni şəkildə azaldırdılar. Bu kimi amillər səbəb oldu ki, neft sənayesində durğunluq və 20-ci əsrin əvvəllərində ABŞ neft sənayesində birinci yerə çıxdı. Yəni Bakını üstələdi. Sonra Moskvada bilirsiniz ki, məsraflaşdırma zavodu tikildi. Bunun üçün də bizdə 1906-cı ildə Qalakent zavodu bağlanmışdı. Qalakent zavodu da əvvəlki mövzuların içərisində var. 1883-də Gədəbəydə açılmışdı. Sonra Siemens qardaşları şirkətinə məxsus olan Gədəbəy mədənlərində var idi. Burada da texniki yeniliklər tətbiq olunmuşdu əslində qalsa. Deməli, elektrik enerjisi artıq burada elektrik enerjisi ağır eləməyinə əvəz etmişdi. Bu məqsədlə də Qalakent çayı üzərində su elektrik stansiyası tikilir. Həmin bu elektrik stansiyası Azərbaycan qəzalarında yaradılmış ilk su elektrik stansiyası idi. Və elə bu əlva metala görə də inhisarlaşma prosesi gedirdi. Sonra iqtisadi böhran yüngül sənayedə, yeni sənaye sahələrində də o qədər də ciddi təsir göstərməmişdi. Amma burada milli burjuaziyaya məxsus kapital qoyulan sahələr var. Məsələn, ipəkdir, pambıq təmizləmədir. Burada kapitalın böyük hissəsi bizim milli burjuaziyaya məxsus idi. Sonra balıqçılıqdır, elə balıq əməliyyat sənayesində də üstünlük bizim milli sahibkarların əlində idi. Və yeni sənayesi kapital qoyuluşunun həcminə, məhsulun dəyərinə görə, elə fəhlələrin sayına görə neft sənayesindən sonra ikinci yerə tutuldu. Sonra milli sahibkarların hüquqları bizdə məhdud idi. Bir də bu Bakı şəhərinin əhalisi artdığı üçün bura içməli su təchizatı vacib məsələ idi. 1917-ci ildə deməli Şollar su kəməri çəkilir. Əslində qalsa orada bir neçə yollar təşrif olunmuşdu, var dəstəkdə. Onlardan biri də Kürün suyu gətirilməsi. Amma Kür bilirsiniz, Gürcüstandan gəldiyi üçün Tağıyev bu təşrifi bəyənmir, deyir ki, yəni orada çirkləndirilib göndəriləcək xəstəliklər vardı. Nəysə ki, o təşrif həyata keçirilmir. 1917-ci ildə Şollar suyu çəkilir. Ermənilər amma təşrif etmişdi Kürdən gətirilməsini. Bir də 1971-ci ildə də bax 17 Şollar 71 rəqəmlərin yerini dəyişməyinə 17 Şollar 71 isə Kür su kəməri çəkilir. Kür suyu Bakıya gətirilir. Sonra deməli kənd təsərrüfatından deyək. Deməli pambıqçılıqda qismən maşının istehsalına, yəni maşından, traktorlardan qismən istifadə olunurdu. Deməli bu Cənubi Qafqazda becərilən barmağın da çoxunu Şimali Azərbaycan verirdi elə. Kənd təsərrüfatında təşkil alətlərin tətbiqi çox aşağı səviyyədə idi. Çünki onlar özümüzdə istehsal olunmurdu. Onları xaricdən gətirir. Təbii ki, burada imkan yox idi. Yəni bu texnikanı da, hansı ki, xaricdən olan texnikanı da ancaq kimlər ala bilərdi? Mülkədarlar, bir də qolçuluqlar. Yalnız bunlar ala bilərdi. Sonra köçürmə siyasətindən deyim. Bilirsiniz ki, əslində qalsa, yəni tarix boyu Ruslar həmişə köçürmə siyasəti edibdi, özünə dayaq yaratmaq üçün. 20-ci əsrin əvvəllərində də bunu davam etdirir və burada torpaqsız, onsuz da əhalinin yaxşı münbit torpaqları yox idi. Münbit torpaqlarını da alıb verirdilər bunlara. Deməli, bu siyasət Rusiyanın mərkəzi quberniyalarında həm aqrar məsələlərini həll etməkdir, həm də ki, burada müstəmləkələrdə Rus əhalisinin sayını artırmaq məqsədi güdüldü. Ona görə ən çox muğana milə köçürüldü. Hətta onlara özlərini qoruması üçün silah da verildi. Sonra yeni aqrar qanunlardan danışaq. Deməli, bu torpaqların 70% dövlətin idi. 1900-cü ildə Cənubi Qafqazda deməli, dövlət kəndlilərinin torpaq quruluşu haqqında qanun verilir.
dövlət kəndliləri burada nə deyir? Deyir ki, icma torpaqlarından nəsli istifadə 1900-cü ildə. Baxın, mən bunu bir yerdə saxlamışam. 19.00 nəsli icma, nəsli icma. İcma torpaqlarına bax, nəsli istifadə verir də, icma torpaqlarının nəsli istifadə. Mən də bunu belə deyirəm. 19.00 nəsli icma. O sözləri birləşdirim, yəni testlərdə yaratma çıxanda bir yerdə saxlayıram. Siz də istəsəniz bir yerdə saxlaya bilərsiniz. Sonra deməli bu qanun qəbul olundu. Sonra 1903-də isə əsasnamə qəbul olundu. Əsasnamədə nələr müəyyən edilir? 1. Kəndlilərin nəsli istifadəsinə keçəcək torpaqların sərhədləri. 2. Kəndlilərə əlavə pay torpaqlarının verilməsi. 3-cü isə otlaqdır, çəməndir, meşədir. Bunlardan kəndlilərə pay ayrılması məsələlər müəyyən edilmişdir. Amma bu axıradək həll etmədi bunu. Eyni zamanda sahibkar kəndlilərinə aid olan məsələ var idi. Bu məsələdə 1870-ci ildə bilirsiniz də deyir ki, kəndli cüssətə feodal nə qədər arzu edir, onun pulunu versin, torpağı alsın. Amma bizdə bu yarımçıq qalmışdı. Çünki kəndliyə heç bir kömək olunmadı. Kəndli o torpağı ala biləcək gücdə deyildi. Ona görə də kəndlilər feodal asılından azad olsalar da onların çoxu pay torpağını satın alıb öz mülkiyyətinə çevirə bilməmişdi. Və onlar da müvəqqəti mükəlləfiyyətli adlandı. Rusiyanın özündə 1881-ci ildə müvəqqəti mükəlləfiyyətli vəziyyəti ləğv olundu. İndi 1912-ci ildə Cənubi Qafqaz quberniyalarında torpaqların məcburi satın alınması haqqında qanuna görə. Bunlar əslində qalsa çox da yəni məsələlər 7-8 dənə məsələ var, onları sadalayaq. Deməli, 1913 1 yanvar tarixindən etibarən kəndlilər mükəlləfiyyət daşımaqdan azad edilir. Mükəlləfiyyət birisi də iş görməkdir. Hər hansı bir feodalın, dövlətin xeyrinə bir iş görməkdir. Məsələn, kanalların çəkilməsi, yolların çəkilməsi, belə şeylər. Sonra ikinci, bax bu sahibkar kəndliləri xüsusi mülkiyyəti elan olmuş torpaqlarını, yəni pay torpağını məcburi şəkildə satın almalıdırlar. Sonra növbəti məsələ, yararsız torpaqlar pulsuz keçirdi onların ixtiyarına. Bu çəməndir, otlaqdır, meşədir. Bunları satın ala bilməzdi kəndli. Sonra bu pay torpaqlarında salınmış bağ yerləri vardır. Bunun əvəzində isə pul ödənilmirdi.